İndi deyəcəyim metodla siz imtahanda sürüşdürmə ehtimalını 99,9% azalda biləcəksiniz. İmtahana gedərkən hər kəsin şəxsiyyət vəsiqəsi üzərində olur və bu bizə qapıda yoxlanış zamanı kömək eləyir. Ancaq bu vəsiqə ilə işimiz təkcə qapıdakı yoxlanışla bitmir. Bu bizə kodlaşdırmada sürüşdürmə etməyin qabağını almağa kömək eləyəcək. Bəs bunu necə edirik? Sürüşdürmə dediyimiz hadisə sual kitabçasındakı variantları cavab kartına köçürən zaman baş verir, hansı ki siz sualları və sual nömrələrini səhv görürsünüz və səhv kodlaşdırırsınız. Əgər siz şəxsiyyət vəsiqənizi kodlaşdırdığınız rəqəmin aşağısına yerləşdirsəz, ondan sonraki rəqəmləri görməyəcəksiniz. Məsələn, birinci sualı kodlaşdırırsınız, vəsiqənizi birinci sualın aşağısına yerləşdirirsiniz. Beləliklə siz ikinci, üçüncü, dördüncü sualları görmürsünüz və siz birinci sualın cavabını ikinci nömrəyə köçürtmürsünüz. Bunu yoxlayın və əmin olun ki, sürüşdürmə ehtimalınız çox azalacaq, hətta balınız tam olaraq hesabladığınız kimi gələcək. İmtahanda bu metodu tətbiq edib mənim canıma dua eləyə bilərsiniz.